Salam uşaqlar, bugünkü mövzumuz ümumiləşdirici tapşırıqlar. Səhifə 68, 69, 70. Başlayaq səhifə 68-dən suallar üzərindən baxaq. Deyir ki, nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun olan ədədi müəyyənləşdirin. Verilib 5 bölünsün 7 bərabərdir. Kvadrat bölünsün 21. Uşaqlar, siz mənə deyin görüm. Burada nə verilib? 2-dən nisbət düzdürmü? Və bərabər. Demişdi ki, 2 nisbət bərabərdirsə nə deyilirdi? Tənasüb deyilirdi. 2 nisbətin bərabərliyinə demişdi, tənasüb deyilir. Bəs tənasübün xassəsi hansı idi? Kənar hədrənin hasili bərabərdir orta hədrənin hasilinə. Yəni uşaqlar, bu vurulsun bu, bərabərdir bu vurulsun buna. Düzdürmü? Yazıram. Kvadrat vurulsun 7 bərabərdir 5 vurulsun 21-ə. Buradan kvadrat bərabərdir 5 vurulsun 21 olduğu kimi yazıram. Bu üzə keçəndə vurdursa çevrilir belə. Bölünsün 7-yə. Surətdə məxrəcdə 7-yə bölünəm. 7-yə böləndə 1, 7-yə böləndə 3. 5 vur 3, elə də 15. Demək kvadratın hansı qiymətində ödəyəcək? 15 qiymətində ödəyəcək. Çox, qurtardı. Aydındır uşaqlar bu. Bu formada həll edirik. Növbəti suallar da eyni bu formadadır. Bir dənə C variantında işləyəcəm. Qalanlarını siz işləyəcəksiniz. C'də bizə verilib 7 bölünsün 9 bərabərdir. Kvadrat bölünsün 54. Yenə də 2 nisbət bərabərdirsə dedik tənasüb oldu. Bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. Kvadrat vurulsun 9 bərabərdir. 7 vurulsun 54-ə. Buradan kvadrat bərabərdir. 7 vurulsun 54. Bu böyük tərəfə keçdi. Bölünsün 9. Surətdə məxrəcdə 9-a bölünür. 9-a böləndə 1, 9-a böləndə 6. 7 vur 6 bərabərdir 42. Deməli, kvadratın hansı qiymətində ödəyəcək? 42 qiymətində ödəyəcək. Bu formada təyin edirik. Keçirik ardına. İkinci suala. Deyir ki, kəmiyyətləri eyni vahidlə ifadə edin və nisbətini müəyyənləşdirin. Uşaqlar, eyni vahid, yəni santimetr, santimetr, metr, metr, desimetr, desimetr, eyni olsun. İndi siz mənə deyin görün, birinci qaydanı yadınıza salaq da, uzunluq vahidlərində necə idi? Dedik ki, ən kiçik ölçü vahidimiz millimetr idi. Millimetr, santimetr, desimetr, metr bu formada təyin olundu. Bu formada təyin olundu, düzdürmü? Və dedik ki, hər birinin arasında nə qədər var? 10 qədər var. 10'a vururuz. Məsələn, dedim ki, santimetrdən millimetrə keçəndə nə qayırırdıq? 10'a vururdıq. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə 10'a vururuq. Desimetrdən santimetrə 10'a vururuq. Metrdən desimetrə 10'a vururuq. Əgər arasında 1 yox 2 boşluq varsa, 2 dəfə 10'a vururam. Yəni nəyə vururam? 100'ə vururam. Və bir də var idi kilometrimiz. Kilometrdən metrə keçəndə 1000'ə vururdıq. Bu yadımızdadır uşaqlar. Yadımızdadırsa əla. Keçək sual üzərindən baxaq. Verilib bizə 25 santimetr, 25 santimetr bölünsün 3 metr. İndi birinci keçirdəcəm kiçik ölçü vahidinə, santimetrə. Metri necə santimetrə çevirirdik? 100'ə vururduq, düz. Səbəb niyə? Millimetr, santimetr, desimetr, metr. Metr, santimetr. 2 boşluq var, 100'ə vuracam. Deməli, bu bərabərdir 25 bölünsün 3 vurulsun 100, elədi 300. Sizə deyir ki, nisbətini tap və ixtisar elə. İxtisar istəyir bizdən. Nisbətini sadələşdir. Sadələşdirmək inşallah ixtisar eləmək deməkdir. 25'ə bölünür 1, 25'ə bölünür 75. O da bərabərdir 1 bölünsün 75. Qurtardım. Eyni vahidə çevirdim və sadələşdirdim. Bir dənə də baxıram. C variantında hər birini qəpiyə çevirəcəksiniz. 5 manat neçə qəpik idi? 100'ə vurursunuz 500 qəpik. 80 bölünsün 500 yazıb ixtisar aparırsınız. Y variantında 3 kiloqram neçə qramdır? 1 kiloqramımız 1000 qram. 3 kiloqramımız 3000 qram. 3000 qram yazıb sadələşdirirsiniz. C variantında uşaqlar kublarda, kvadratlarda. Bir dənə F variantına baxacağım, dəqiqə falan rahatdır. Bir dənə də C variantına baxacağım. F variantında bizə nə deyir?
Verilib 2 metr kvadratı bölünsün 500 santimetr kvadratı. İndi biz uzunluq vahidlərini bildik. Uzunluq vahidi hansı idi? Millimetr, santimetr, desimetr, metr, kvadratsız. Düzdürmü uşaqlar? Uşaqlar, uzunluq vahidində böyükdən kiçiyə gedəndə 10-a vırdıq. Sahə vahidində, baxın uşaqlar, kvadrat bizdə sahə vahidini verir. Millimetr kvadratı eyni ardıcıllıqdır. Sadəcə kvadratı deyəcəyik. Millimetr kvadratı, santimetr kvadratı, desimetr kvadratı, metr kvadratı. 5-ci sinifdə keçmişik. Bir də kilometr kvadratını da deyə bilərim. Bu formada təyin elədik. Hətta ar hektarımız da var idi orada. Və uşaqlar, bir dənə yadımızda saxlayırıq. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə kvadratdırsa 10-a vururam. İndi mənə nə deyir? Metrdən santimetrə. Metr kvadratından santimetrə. Deməli, dedik neçəyə vururuq? 100-ə vururam. Vurdım 100'ə, vurdım 100'ə, hə, santimetr kvadratına gəldim. Deməli, metr kvadratından santimetr kvadratına keçəndə vurdum 100'ə. 100'ə vuranda 2 sıfır gəldi. Vurdum 100'ə, 2 dənə 0 gəldi mi? Santimetr kvadratı bölünsün 500 santimetr kvadratı. Aydındır uşaqlar, problem yoxdur. Bu formada təyin elədik. 0-ın 2 dənəsinə 2 dənə 0 getdi. 200'ü böləndə 5 elədi. 40. Qurtardım. Və uşaqlar, bir dənə də kuba aid olan var. Kuba aid olana mən baxacağım. Verilib bizə C variantı. C variantı. 15.000 millimetr kubu. 15.000 deyilir uşaqlar. Yaxşı görünmür burada. Telefonda yaxınlaşdırmamışam deyə sıfırların sayını düzəməlli görmədim. Millimetr kubu bölünsün 8 santimetr kubu. Santimetr kubu. Aha. İndi çevirməliyəm santimetri millimetrə. Uşaqlar, baxın, uzunluq vahidlərində böyükdən kiçiyə keçəndə 10-a vırdıq. Sahə vahidlərində böyükdən kiçiyə çevirəndə 100-ə vırdıq. Bir boşluqdursa 100-ə vırdıq. Kub vahidlərində böyükdən kiçiyə keçəndə 1000-ə vururuq 3 dənə sıfırlarda da. Yəni uşaqlar, santimetr kubundan millimetr kubuna millimetr santimetr yan-yanadır. Keçəndə bunu vuracam 1000-ə kiçiyə keçirəm deyə. Deməli, 8 vuranda 1000-ə 3 dənə sıfır əlavə elədim yanına. Millimetr kubu. Bu birisi də elədi 1500 millimetr kubu. İndi ixtisar aparıram 2 sıfırdan 2 sıfır getdi. Sürətdə məxrəci 5'ə bölünür. 5'ə böləndə 3, 5'ə böləndə 16. Bu da bərabərdir 3 bölünsün 16. Qurtardı. Sadələşdirdim. Aydındır uşaqlar. Bu formada təyin edirik. Qurtardı. Qalan hissəniz sözünüz. Çevirin kiçiyə. Baxın görün ixtisardan sonra hansı ədədləri alırsınız. Keçirəm növbəti sualımıza. Üçüncü sualımıza. Deyir ki, 150 metr uzunluqda ipi verilmiş nisbətdə bölün. Uşaqlar, verilmiş nisbətdə böləndə necə işləyirdik? 2 böl 5 nisbətində böl. 2 böl 3 nisbətində böl. Yanına x yazırdıq. Yəni biri 2x-dır, biri 3x. Və cəmi bərabərdir nəyə uşaqlar? 150-yə. Bütün qurtardı, bu formada təyin edirdi. Yəni uşaqlar, 2-nin 3-ə nisbətdə böl deyirsə, belə deyir də. Yəni, bunların neçə santimetr böləndən sonra, ixtisar gedəndən sonra, bura 2 pay düşsün, bura 3 pay. Nəyə ixtisar aparmışam mən? Bilmirəm, x-a. Deyirəm, hə, bunlar ikisi bir yerdə nə verməlidir cəmi? 150-ni. Aydındır? Yazıram, bu elədir, 5x bərabərdir 150-yə, hər tərəfi 5'ə bölsəm, x bərabərdir 30-a. X-i 30 alandan sonra 2 vur 30, 60, 3 vur 30, 90. İndi sizə nə istəyirsə onu yazırsınız. Aydındır? Bu formada təyin elədim. Bu nisbətdə böl deyir deyə 60-90 yazsam kifayətdir. İkisini də yazsızıram. 1 böl 5 nisbətində böl. 1 böl 5. Aha, 1 x, 1 yazmama ehtiyac var? Yox, elə x yazım gedirəm.
Plus 5x cəmi bərabərdir 150-yə, eyni 6x bərabərdir 150-yə, hər tərəfə 6-ya bölsəm x bərabərdir 25-ə. Onda 1 vurulsun 25 bərabərdir 25-ə birinci hissə, 5 vur 25 bərabərdir 125-ə, ikinci hissə 125. Bir dənəsinə də uşaqlar baxıram. 3 dənəli olana 3, 5, 7 nisbətində böl. Onda 3, 5, 7 deyirsə 3x, 5x, 7x cəmi bərabərdir 150-yə. 15x bərabərdir 150-yə. X bərabərdir 10-a. X-in 10 qiymətini ödəyir. Deməli, 10-a vuranda 30, 5 vur 10, 50, 7 vur 10, 70. Qurtardı. 30, 50, 70. Aydındır uşaqlar. Bu formada təyin edirik. Keçirəm növbətiyə 4-cü suala. Tənasübün əsas xassəsindən istifadə etməklə məhsul tap. Əsas xassəsi nə idi? Orta ədələnin hasili bərabərdir kənar ədələnin hasilinə. Tənasüb nə oldu? 2 nisbətin bərabərliyinə tənasüb deyildi. Uşaqlar, tənasübün əsas xassəsi dedik ki, orta ədələnin hasili bərabərdir kənar ədələnin hasilinə. Bunu bildim. Bəs başqa xassəsi yadınızdadır? Bir dənə də xassə demişdim. Tənasübün kənar hədlərinin yerini dəyişdikdə bərabərlik dəyişmir. Yəni kənarları bir-birindən dəyişə bilərsiniz. Və yaxud da uşaqlar ortaları da bir-birindən dəyişə bilərsiniz. Yenə də bərabərlik dəyişməyəcək. Yadınızdan çıxmasın. Verib x bölünsün 6 bərabərdir 17 bölünsün 3. Buradan bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. Buradan x bərabərdir, bunu keçirəm. Uşaqlar, niyə bunu keçirdim sırası bölürəm? Bir var mən 17-ni 6-ya 6-6 vuram. Yazım 102. Təzdən bir də bölüm. Niyə vururam? Birinci bölüm ixtisar edeyim, rahat. Deyim, hə, getdi. Bir var mən 6-ya vurum, təzdən 3-ə bölüm. Bir var sırası 2-yə vurum. Belə daha rahatdır. X bərabərdir 2 vurulsa 17 elədir 34. Qurtardım. Bir dənə də bəndə baxıram. Baxıram D variantına uşaqlar. Digər hissələr asandır deyə baxmıram. D variantında 3 bölünsün 4 bərabərdir x minus 5 bölünsün 8. Dedik, bu vur, bu bərabərdir, bu vur buna. Uşaqlar, bax bunu ümumi ifadə kimi götürürsünüz. Yəni mən ümumi bunu vururam 4-ə. Bir də görürsünüz yazırlar x minus 5 vur 4. Bu nədir? Olmaz. Siz bu ifadəni, yəni bunun qiyməti, bax belə yazanda bu səndə sadəcə 5-i vurmursan 4-ə. Mənə isə lazımdır bunun cavabını, yəni bunu ümumilikdə, yəni çıx, sonra bir. Yəni birinci çıxmalısansa, deməli mörtəzə yazmalıyam. Aydın uşaqlar. Bu da bərabərdir 3 vurulsun 8. Mörtəzəsiz olmaz. 3 vur 8 formasında təyin olundu. X minus 5 bərabərdir. Bu bizə keçdi, oldu böl. 3 vurulsun 8 böl 4. Uşaqlar, mörtəzəni ucu sildim. Çünki onsuz da yanında heç nə qalmadı. Vurma qalmadı, bölmə qalmadı, heç nə qalmadı deyə mörtəzəyə ehtiyac yoxdur. 4'ə böldüm 1, 4'ə böldüm 2. X minus 5 bərabərdir 2 vurulsun 3 elədi 6. X bərabərdir. Bu üzdə çıxdırsa, bu üzdə keçəndə nə olurdu? Qabağında çıx olanda plusa çevrilirdi. O da elədi 11. Uşaqlar, bəziləriniz məsələn qaydanı bilmirsiniz. Azalanı tapmaq üçün burada azalanı tapılması, azalanı çıxılan fərq. Azalanı tapmaq üçün nə ayırmaq lazımdır? Çıxılanı tapmaq üçün nə ayırmaq lazımdır? Uşaqlar, bilməsəz də olar. Yəni qaydanı əzbər formada bilməyiniz məcbur deyil. Sadəcə məntiqlə fikirləşin. Deyirəm ki, bilmirəm, cavabı nədir bilmirəm. Deyirəm, prosto bu nədir? Bu nə ayırıb? Deyirəm ki, nə qədərsə, bilmirəm nə qədərdir. Nə qədərsə qələmim var idi. Gəlin buradan bir dənə qələm götürüm. Nə qədərsə qələmlərim var idi. Bilmirəm, saya bilmirəm nə qədərdir. 5 dənəsini gəldin, çıxmadırsa nə ayırırsan?
Gəldin götürdün, düzdürmü? Çıxmadırsa götürməkdir. Gəldin götürdün. Qaldı məndə yerdə 6 dənə qələm. Deyirəm görəsən məndə nə qədər var idi? Nə qədər olduğunu tapmaq üçün deyərəm ki, sən götürdüyünü bir dənə qaytar geri. Görüm əvvəlki qiymət nə idi? Demək, məndə bu qədər qalmışdı, bir daha deyirəm. Sən onda bunu təzədən üstünə qoysan, əvvəlki qiyməti verirmi? Yəni nə ayırdın? Bunun üzərinə, aldığımın üzərinə bunu əlavə elədinmi? Yəni əlavə eləmək x bərabərdir 5 plus 6, x bərabərdir 11 olanda ödəyir. Həqiqətən də 11 çıxılsın 5 bizə 6-nı verir. Unutmayın. Hər birini məntiqi formada fikirləşib, çıxıb plusu məntiqi formada fikirləşib, tapmaq olur ki, burada üstə gəlim, yoxsa çıxım. Və uşaqlar, siz gələcəkdə, indi mənfi müsbət ədədi keçəndən sonra bunları daha yaxşı formada, elə qabağında mənfidirsə bu üzə keçəndə müsbət, qabağında müsbətdirsə bu üzə keçəndə mənfi, bu formada daha yaxşı tətbiq eləmək olur. Yəni işarə əksinə dəyişir deməklə sırazı hər birini tətbiq eləmək mümkündür. Keçdik ardına. Eyni Y variantında da 13 çıxılsın x-i mörtəzədə vurırsınız 6-ya bərabərdir 12 vurırsın 5-ə. Yazıb işləyirsiniz. Keçdim ardına 5-ci suala. Deyir ki, üçbucağın kiçik və orta tərəfinin uzunluğu 3/4 nisbətindədir. Kiçik, orta, böyük. Üstdən tərəfi var, düzdürmü? Gəl hətta çəkək. 3 dənə tərəf var. Bunu biraz kiçik verirəm. Bunu orta verirəm. Bu da lap uzun olsun. Bu böyük tərəfimiz. Kiçik, orta, böyük. Aha, verilmişdir. Deyir ki, üçbucağın kiçik və orta tərəfinin uzunluqlarının nisbəti 3/4-dür. Kiçik bölünsün orta, 3/4-dür. Yəni 3x buradırsa 4x burada. Yazın. Orta və böyük tərəfin uzunluqları 2/3 nisbətindədir. Orta bölünsün böyük 2-nin 3-ə nisbətindədir deyir. Uşaqlar, yəni 2-nin 3-ədirsə, bax, yəni bura 2y-dirsə, bura 3y demək olar 2-nin 3-ə nisbətində. Düzdürmü? Amma bunları mən ikisini də x-la yazmalıyam. Uşaqlar, bu 2 verilməyib. Bunu mən bayaq 3-ün 4-ə nisbət edilir deyə dedim ki, hə, 4x yazdım, sıraz yazdım. Amma mən bunu 2 istəyirəmsə 2x olsun. Bax, 2x olsaydı, rahat deyərdim. Hə, 2-nin 3-ə nisbət edirsə 2x buradırsa 3x bura. Düzdür? Amma uşaqlar, bura 2 verilməyib. Bunun 2 qatı verilib. Yəni 2-yə vurulması verilib. Onda 2-nin 3-ə nisbət edirsə, burada da 2 qatını yazsam. 4-dürsə, burada 6y. Aydın uşaqlar. Problem yoxdur. Bax, bunun buna nisbəti dəyişmir, düzdürmü? Burada 2/3-dürsə, deməli, bax, bu vurulubsa 2-yə, avtomatik bu birisi də vurulmalıdır 2-yə. Yəni 6x. X-nə yazın. Aydındır. Hər biri x olsun deyə. Problem yoxdur. Bunu yazdım. 3 tərəfi də ifadə elədim. Rahat. İndi keçirəm ardına. Kiçik tərəfin uzunluğu 9 cm olarsa, üçbucağın perimetri nə qədərdir? Kiçik bərabərdir 9. Burada. X bərabərdir. Alıram, hər tərəfi 3-ə bölsəm 3. 3 alandan sonra 4 vurulsun 3 bərabərdir 12. 3 alandan sonra 6 vurulsun 3 bərabərdir 18. Deyir ki, perimetri nədir? P bərabərdir tərəflərin cəmi 9, 12, 18. 9 plus 12 plus 18. O da elə də 39 cm. Aydın uşaqlar. Bu formada təyin elədik. Keçirəm ardına 6-cı suala. Altda bizə nə deyir? Altıncı sualda bizə deyir ki, şəkildə bir dama tərəfi 5 mm olan kvadrat formasındadır. Yəni bir damanın uzunluğu 5 mm-dir. Kvadrat formasındadır. Mənzilin planı 1/400 miqyası ilə verilib.
Yəni uşaqlar 1 bölünsün 400 nədir? 400 dəfə, yəni kiçildilib. 400-dən verilib. A variantı. Mənzilin həqiqi ölçüsünü yazın. Uşaqlar, bir dama həqiqi ölçüsünü yazın. B variantı. Otuqların hər birinin sahəsini hesablayın. C variantı. Mənzilin ümumi sahəsi nə qədərdir? D variantı. Bu mənzilin 1 bölünsün 5 miqdarı ilə verilən planda perimetri nə qədər olur? Uşaqlar, indi verilib bizə şəklimiz bu formada. Deyirəm ki, A-nın bu tərəfinə neçə dama düşüb? Gəlin sayaq. Baxın. Şəkildən də bir daha özünüz də görün. İndi siz daha yaxşı görürsünüz, düzdür? Kitab qabağınızda var. A-nın bu tərəfinə neçə dama düşüb? 1, 2, 3, 4. C-yə neçə dama düşüb? 2. 4, 2 yazıram. Aha. Bura 2. Bura 1, 2, 3, 4. 4 dənə. Bura 4 dama. Bura 2 dama. Bura düşüb 4 dama, 2 dama. Bunu yazdım. Problem yoxdur bura kimi. İndi uşaqlar deyirəm. Deyirəm bura ümumilikdə ümumi otaq üçün hesablayıram hələlik mən. 6 dama. Bura ümumilikdə 6 dama. Düzdürmü? Burada 6 dama, burada 6 dama. Problem yoxdur bura kimi. Bunları yazdım. İndi damanın bir dənəsinin uzunluğu nə qədər idi? 5 mm. Onda bir dənəsi 5 mm isə 0,5 cm demək olar 5 mm. Yəni 0,5 cm olduğuna görə vururam 6 damaya. Görün buranın uzunluğu ümumilikdə nədir? Bu bərabərdir 0,5 vurulsun 6, 3 cm. Deməli, bu hissənin ümumilikdə uzunluğu 3 cm-dir. Damanı sivirəm, yazıram 3 cm. İndi 2 vurulsun 0,5. 1 cm. 2 cm. Həmçinin 2, 1. Əvvələr damanla yazmışdım. İndi santimetrinə 3, 3, 3, 1, 2. Problem yoxdur uşaqlar burada. Bax, bu şəkil uşaqlar kiçildikdən sonra çəkilən şəkil. Daha 400 dəfə kiçiltmişəm, tərəfləri almışam bunu. Keçirəm ardına. A variantına. Mənzilin həqiqi ölçülərini yazın. Uşaqlar, şəkildə ölçülərini yazdım. Yazdım, bura 3 cm-dir, bura 3 cm-dir, 3 cm-dir. Bu formada yazdım. İndi deyirəm ki, bəs həqiqi ölçüsü nədir? A variantı. Uşaqlar, bu 400 dəfə kiçildirəndə alındı. 3, düzdürmü? Vururam 400-ə. Dedik, necə işləyirdik? 1 bölünsün 400, hətta yadımıza salaq, bərabərdir. Şəkildəki ölçü bölünsün həqiqi ölçü deyildi. Belə idi də, düzdürmü? Bu vur, bu bərabərdir, bu vur buna. X bərabərdir 1200 santimetrə. Yazdım. Həqiqi ölçüsü buymuş. Deməli, bu isə 1200 santimetr. Əsl ölçü. Bu isə 1200 santimetr. Bu isə 1200. Bu isə də 1200. 2'ye vuranda 2 vurulsun 400. Bu isə 800. Bu elə 1'e vurulub deyə 400. 800. 2 olanlar 800. 1 olanlar 400. 400 bu formada da yazdım. Problem yoxdur uşaqlar. Keçirək ardına B variantında həqiqi ölçülən yaz dedi. Yazdım. B variantına otaqların hər birinin sahəsini müəyyənləşdirir. Uşaqlar, sahəni tapmaq üçün nə ayırırdıq? Eni vururduq uzunluğuna, düzdürmü? 800 vurulsun 800. Hər biri üçün ayrı-ayrılıqda hesablayacağım.
Hətta uşaqlar 800 metrimiz, santimetrimiz nə qədərdir? 8 metr demək deyil. Aha, yazıram 8 metr vurulsun 8 metr. O da elə də 64 metr kvadrat. Buranın sahəsi 64 metr kvadrat. Bura 400 vurulsun 400. 400 nədir? 4 metr demək deyil. 4 vur 4. 16. Bura 8 vurulsun. Bura neçə idi uşaqlar? 1. Bunu səhv yazmışam. Ha, 2 santimetrdə. 2 santimetr yox. 1. 2 dama formasında götürmüşdük. 1 santimetr. Burada verilmişdi 2 santimetr. Düzdürmü? Santimetrə çevirməmişim. İndi əsl ölçüsünü almışdıq 400. 4 metr, 8 metr, hasılı 32. 4 metr, 8 metr. Hasılı elə də 32. Sonra deyir ki, hər birinin metr kvadratı. Metr kvadratı. Hər birinin sahəsini tap. Hər birinin sahəsini tapdım. B variantı. C variantı mənzilin ümumi sahəsi nə qədərdir? Sahələri cəmlə tap. Və yaxud da ki, bura nə qədərdir? 1200, düzdürmü? C variantı. Yəni 12 metr. Bu birisi tərəf nə qədərdir? Burada 12 metr. 12 vur 12, 144 metr kvadrat elədimi? Mənzilin ümumi sahəsi 144 metr kvadrat imiş. Bunu da tapdıq. D variantı bu mənzili 1/500 miqyası ilə verəndə planda perimetri nə qədər olar? Uşaqlar 1/500-dən verəndə deyirəm ki, D variantını da yazıram. Dedik. Onda 1/500 bərabərdir. Plandakı ölçü nədir? Bilmirəm. Y bölünsün. Bəs buranın əsl ölçüsü nədir? 1200. Onda bu vur bu bərabərdir, bu vur buna. Y də bərabərdir 1200 bölünsün 500. Aldın mı 12 bölünsün 5? Bu da bərabərdir, Y bərabərdir. Alındı mı 2/5'də 2? Deməli uşaqlar, bura 2/5'də 2, bura 2/5'də 2, 2/5'də 2, 2/5'də 2 formasında təyin oldu. Yəni 4 vur 2/5'də 2 də yaza bilərsiniz perimetri tapmaq üçün. Çünki kvadratdır. Və yaxud da ki, 4 dənə 2/5'də 2 plus 2/5'də 2 plus 2/5'də 2 plus 2/5'də 2 yazıb da hesablaya bilərsiniz. Aydındır uşaqlar. Bu formada təyin elədik. Keçirik. Miqyas aid 7-ci sualı özünüz yazırsınız uşaqlar. Keçən 8-ci suala. 8-də bizə nə deyir? 8. Deyin görüm. Hər bir şey tam olaraq neçə hissədən ibarət idi? Bir tam hissə. Bəs uşaqlar, hər bir şeyimiz tam olaraq neçə faiz idi? 100% formasında təyin olunurdu. Uşaqlar, bəyənsəz, bəyənməyə, abunə olmağı unutmayın. Bu formada təyin olundu. Dedik, 40 metrin 60%'ini tap. Ədədin faizi. Ədədin faizini necə tapırdıq? Ədədi faiz göstərən ədədə vurub 100'ə bölürdük. Bu formada təyin edilmişdik, düzdürmü? Və yaxud da, bax, dedim bir də qaydanı deyim, faiz göstərən ədədə vurub böl 100. Qayda bu idi. Sıfırlar getdi, sıfırlar getdi, 24. Qayda bu. Tapdım. 24 metr ölçü dəyişmir. Bəs qayda yadımdan çıxdı. Ədədin faizini taparkən dedim, faiz göstərən ədədə vur 100'ə böl. Qayda yadımdan çıxdı sınaq ayrı. Mənə deyir ki, 40 metr nədir? Tam. Deyir, bəs bunun 60% uyğun hissəsi nədir? Deyirəm ki, 40 metrim mənim tamdırsa, demək 40 metrim nədir? 100%. Deməli, tam 100%. Deyirəm, bəs bunun 60%'lik hissəsi nədir? Bilmirəm. Problem yoxdur uşaqlar. Bu vur bu bərabərdir, bu vur bu. Tənasüblə də işləmişdik, bununla da işləmişdik. 100 vur 2 bərabərdir 60 vurulsun 40. X bərabərdir 60 vurulsun 40 bölünsün 100. Sıfırlar getdi. X bərabərdir 6 vurulsun 4 24. Fərqi yoxdur. İkisi də eyni cavabdır.
B variantını özünüz, C variantını mən yazıram. C variantında bizə nə deyir? Uşaqlar, işdə də yazsanız, gözünüzün qabağında olsa sizin xeyrinizədir. İndi dayandırın istəyirsə videonu beğeni də yazın, görün yaza bilirsinizmi? Bu formada. Tətbiq edin özünüz. Keçdim C variantına. C variantında bizə nə deyir? 12 faizi 6 kilogram. Uşaqlar, faizinə görə ədədi tap. Deyirəm, hansı ədədin nəyin? O 12%, 12 olan hissəsi 6-ya bərabərdir. Bax, sənə bu qədər şey verib. Deyir ki, 12%-ni verdim tortun. Deyirəm, 6 kilogramdır bu. Deyirəm ki, nə qədər hissəsi? Deyirəm, bu tam nə qədər imiş? Bunu necə işləyirik? Ədədin faizinə görə ədədi tapanda, ədədi faiz göstərən ədədə bölürük, vururuq 100-ə. 6-ya bölündü 1, 6-ya bölündü 2, 100 bölünsün 2, 50 kilogram imiş. Qayda yadımdan çıxdı. Deyirəm ki, 12%lik hissəsi 6 kilogramdırsa, bəs bu 100% olsa neçə kilogram olar? Bu vur, bu bərabərdir, bu vur buna. Eyni sual. X fırılsın 12 bərabərdir, 6 fırılsın 100-ə. Həmişə tənasüblə işləməyə cəhd eləyin uşaqlar. Bölünsün 12-yə. X bərabərdir 6-ya bölündü 1, 6-ya bölündü 2, 100 bölünsün 2, 50. Eyni alınmalı idi onsuz da. Aydındır uşaqlar, bu formada təyin edirik. D bəndini özünüz yazırsınız. Keçirəm 9-cu suala. 9-da bizə nə deyir? Dokuzda bizə deyir. Verilib, tənsüb qurmaqla suallara cavab verin. Uzunluğu 6 metr olan lent, uzunluğu 8 metr olan lentin neçə faizini təşkil edir? Uşaqlar, 6-8-in deyir neçə faizini təşkil edir? Uşaqlar, yazıram. 8 metr nədir? Ümumi uzunluq, düzdürmü? Deyirəm, neçə faizdir? 100%. Deyirəm, bəs bu 6 metr, bunun 6, 8 budur. 6 bunun biraz azı. Deyirəm, bəs bunun 6 metri neçə faizinə uyğun gələcək? Bilmirəm, x. Bu vur, bu bərabərdir, bu vur buna. X vur 8 bərabərdir, 6 vurulsun 100-ə. X bərabərdir, 6 vurulsun 100 bölünsün 8. 2'ye bölündü 4, 2'ye bölündü 3, 4'e bölündü 1, 4'e bölündü 25, 25 vur 3, 75. Deməli, 75 faizinə uyğun gələcək. B variantını özünüz. 10-cu sualda bizə nə deyir? 10-da deyir. 10-cu sualda bizə deyir ki, heykəltaraş 8 eyni kiçik heykəl hazırlamaq üçün 12 kilogram gil istifadə elədi. 6 belə heykəl hazırlamaq üçün nə qədər gil istifadə edir? Hə, uşaqlar, 8 eyni hazırlamaq üçün eyni heykəl, 8 heykəl. Nə qədər? 12 kilogram. Deyir ki, 6 belə heykəl hazırlamaq üçün, 6 heykəl üçün bilmirəm, x kilogram. Birinci tənasübü qurun. Deyəndə ki, bunun üçün bu qədər, bəs bunun üçün bu qədər deyirsə, eyni ölçünü vahidin altından yazın, tənasübü qurun. Qurduzmu? İşləməyə tələsməyin. Bundan sonra fikirləşməliydik, bu kəmiyyət düz mütənasibdir, yoxsa tərs mütənasib? Yadımıza salaq, düz mütənasib nə idi? Bir neçə dəfə artdısa, digərdə o dəfə artırdısa, bu olurdu düz. Yəni artanda artırdı. Və yaxud da azalanda azalırdısa, eyni formada gedirdirsə, bu olmuşdu düz. Bəs tərs nə idi? Artanda azalmalı. Azalanda artmalı. Bir-birindən tərs getməli idi. Bu olmuşdu tərs. Dedi, düzdürsə, düz mütənasib aldısa, fikirləşdi, tutaşı artdı, söhbəti oldusa, düzdürsə belə işləyirdi. Bu vur, bu bərabərdir, bu vur buna. Yox,
Tərs mütənasib astıdırsa, bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. Yadınızda uşaqlar. İndi fikirləşirəm. 8 dənə heykəl 12 kiloqram. 6 heykəlimizin sayı azaldı. 8 dənə olanda 12 kiloqram istifadə elədim. İndi heykəl azdır. Onda uşaqlar, biraz az gil istifadə eləyərəm də, düzdürmü? Yəni heykəli azaldanda sərf elədiyim gil əlbəttə ki, mənim material az sərf olunacaq. Heykəl azaldı. Sərf olunan, mənə lazım olan gil azaldı. Necə mütənasib? Düz, eyni. Eyni getdi. Bu vur bu, bərabərdir, bu vur buna. X vurulsun 8, bərabərdir, 6 vurulsun 12-yə. X bərabərdir, 6 vurulsun 12, bölünsün 8-ə. Sürətli məxrəci 4-ə bölünür. 4-ə böləndə 3, 4-ə böləndə 2. 2-yə bölünür 1, 2-yə böləndə 3. 3 vur 3, 9. X-in hansı qiymətində ödəyəcək? 9 qiymətində ödəyəcək. 9 kiloqram heykəl lazımdır. Aydın uşaqlar, bu formada təyin elədik. Keçirik növbəti suala. Ferzepizin növbəti. Aha. B variantı da uşaqlar yenə düz mütənasibdir. Çünki deyir ki, 3 kiloqram gil neçə belə heykəl düzəltməyə kifayət edir. Uşaqlar, gilin sayını azaltdıq, düzdürmü? Gilin kütləsini alırıq. Kütləni az vermişəmsə, bu qədər, əvvələ bu qədər verirdim kütlə. Deyirdim, hə, 8 dənə hazırla. İndi verim bu qədər. Əlbəttə ki, 1-2 dənə hazırlayacaqsan. Yəni kütlə azaldı, gil sayı da azaldı. Düz mütənasibə görə B variantında işləyirsiniz sözünüz. Keçirəm 11-ə. Deyir ki, insanın gündəlik enerjiyə tələbatı orta hesabla 1500 kilokaloridir. Aha. Orta hesabla bu qədərdir. Deyir ki, 100 qram ərik qurusunda 250 kilokalori var. 100 qramda 250 kilokalori. İnsan gündəlik tələbatının 20%-ni ödəmək üçün nə qədər ərik qurusu qəbul etməlidir? Uşaqlar, deyirəm ki, nə qədər lazımdır mənə gündəlik? Bu qədər. Deyir ki, 20%-ni təmin elə. Deyirəm, görürsən bunun 20%-i nədir? Nə qədər təmin eləməliyəm? Birinci 1500-ün 20%-ni tapıram. Faiz cüzsənədə də vurub 100-ə böldük. Aha, aldım 300 kilokalori. Uşaqlar 100 qramda 250 kilokaloridirsə, deyirəm ki, 300 kilokalori almaq üçün neçə qram lazımdır? X qram. Bu saydım. Uşaqlar, kütlə artdıqca əlbəttə ki, 10 kilokalorisi də artsa. Bu vur, bu bərabərdir, bu vur buna. X vurulsun 250. Bərabərdir 100 vurulsun 300-ə. X bərabərdir 100 vurulsun 300. 4-dən 0. Bölünsün 250. 0-ın birindən 0-ın biri getdi. 25-ə böləndə aldım. Gəlin bunu yazım. 3 vurulsun 1000 kimi ki, bölə bilim. Rahat. 3 vurulsun 1000. Aha. 25'e böləndə 40. X bərabərdir 40 vurulsun 3 elədi 120. Deməli 120 qramda 300 qram kilokalori var imiş. Aydın uşaqlar? Bu formada hesablayırsınız. Keçirik 12-ci suala. 12-də bizə nə deyir? 12-ci sualımızı tətbiq eləyək. Verilib bizə şəkildə sabit sürətlə hərəkət edən velosipedçinin qət etdiyi məsafəni S, zamanın T hızlı qrafiki verilmişdir. Və deyir ki, A variantı velosipedçi yarım saat ərzində nə qədər məsafə qət etdi? Aha. Dəqiqə ilə verilibsə, uşaqlar yarım saat nə deməkdir?
30 dəqiqə, düzdürmü? 30-a nə qədər göstərib? 30-a, baxın qrafikdə görsəz, 30-a 12 göstərib. 12 dəqiqə qət etdi, bunu bildim. Keçirəm ardına. Deyir ki, 0,8 kilometr məsafəni nə qədər vaxta qət edir? Aha. Uşaqlar, baxıram. İndi bilməliyim düz mütənasibdir, tərs mütənasib. Uşaqlar, sürət dəyişmir deyir. Əlbəttə ki, mənə çox zaman versən, daha çox gedərəm, düzdürmü? Bir var, 1 saatı nə qədər gedirəm? Tutaq ki, 1 saatı Sumqayıta çatıramsa, 5 saatı çataram Şəkiyə, düzdür? Daha çox məsafə. Yəni, saat artdıqca avtomatik sərf olunan məsafə artır. Düz mütənasib asılı olacaq. İndi deyirəm ki, 20 dəqiqəyə verilib. 8 kilometr gedirəmsə, deyir ki, 0,8 kilometr üçün neçə dəqiqə sərf eləyərəm? X dəqiqə, bilmirəm. Düz mütənasib, bu vur, bu bərabərdir, bu vur buna. X vurulsun 8, bərabərdir 20 vurulsun 0,8-ə. Bir cümlə 0 getdi. X bərabərdir 2 vurulsun 8, bu bizə keçdi, böldü. 8. 8-ə getdi, X bərabərdir 2. Deməli, 2 dəqiqəyə 0,8 kilometr getmək olur. Bu formada təyin elədim. C variantı. Mütənasiblik əmsalını tapın və asılılığın düsturunu yazın. Uşaqlar, dedik düz mütənasib kəmiyyətdir, düzdürmü? Siz mənə deyin görüm, düz mütənasibliyin düsturu necə oldu? Y bərabərdir kx. Aha. Onda y bərabərdir, yazıram kx. Yəni s bərabərdir, gedirən yol bərabərdir, k vurulsun t zaman. Onda k bərabərdir, s bölünsün t zaman formasında təyin olunacaq. Yəni 20 kilometrə nə qədər getdi? 20 dəqiqə nə qədər getdi? 8 kilometr. 8 kilometr bölünsün 20 dəqiqə. Dəqiqəyə bölünəm. Vahidi dəyəri yanına yazacağam. Hətta uşaqlar 20 dəqiqəni saata çevirsəydi daha yaxşı olardı, problem yoxdur. 20 dəqiqəmiz neçə saatdır uşaqlar? Gəlin çevirim. Gəl bununla işləməyim də. Deyirəm ki, nə qədər yol getdi? 12 kilometrə 30 dəqiqə. Baxın, qrafikdə verilib. 30 dəqiqəmiz nədir? 0,5 saat demək deyil. 1 saatın yarısı. 2-də 1 saat deməkdir. Bu da bərabərdir. Sürətdə məxrəcdə 10-a vuranda 120 bölünsün 5. Bu da bərabərdir. Elədir bizdə 120-yi 5-ə böləndə 24. Kilometr bölünsün saat. K-mız oldu bu. Mütənasiblik əmsalımız 24 kilometr bölünsün saat. Düsturdan istifadə etməklə cədvəli tamamlayın. İndi 15 dəqiqəyə, 25 dəqiqəyə deyir ki, nə qədər məsafə gedər. Uşaqlar, hər birini tənasüblə istifadə edə bilərik. Verdik bizə. Dedik, 30 dəqiqəyə 12 getmişəmsə, 15 dəqiqəyə nə qədər getmişəm? X. Düz mütənasibliyə görə hesablayın, tapın. Aydındır uşaqlar. Bu formada təyin olunur. Keçirəm, bu səhifədən 1-2 dənə də sual işləyəcəm uşaqlar. Sonra keçək ardına. Verilib 13-cü sualımız. 13-də bizə nə deyir? Sualda. Deyir ki, yük daşımaq üçün 7,5 tonluq maşını 12 reys elə etdirməlidir. Aha, 7,5 tonu 12 dəfə gedib gəlməlidir. Reys deyəndə 12 dəfə gedib gəlmək. 9 tonluq maşın bu yükü daşımaq üçün neçə reys getməlidir? Uşaqlar, x dəfə. Bırakım aydındır. Yazdım, tənasibi qurdum. Qurandan sonra baxın görün, düz mütənasibdir, tərs mütənasib. Fikirləşin özünüz birinci. Tərs. Səbəb niyə? Uşaqlar, bir var. Deyirəm ki, su daşıyıram, qum daşıyıram. Tutaq ki, belə daşıyıram. Getdim, deyirəm ki, 100 dəfə apardım, qoydum, gəldim. Apardım, qoydum, gəldim. İndi isə uşaqlar, belə daşıyıram. Belə daşıyanda daha çox daşıyıram, düzdürmü? Kütləsini artırdım. Belə daşıyanda
50 dəfə gedib gələcəm, düzdürmü? Daha az gedib gələcəm. Deməli, kütlə çoxaldı, gedib gəlmək azalacaq. Çünki bir var 9 tonna daşıya, bir var balaca daşıya. Çox daşıyanda daha az gedib gəlməli olur. Deməli, tərs mütənasib tərsdirsə bu vur bu, bərabərdə bu vur buna. 9 vurulsun x, bərabərdə 12 vurulsun 7,5-ə. X bərabərdir 12 vurulsun 7,5. Bölsün 9-a. Sürətli məxrəcdə 10-a vururam. 10-a vurdum, vergül getdi. 10-a vurdum, elədi 90. Sürətdə məxrəcdə 15-ə bölünür. 15-ə bölünürmü? Bəli, bölünür. 15-ə böldüm 5. 15'e böldüm 6. 2'ye 6'ya bölünür. 1, 6'ya böldüm 2. 2 vurur 5, 10. Həqiqətən 10 dəfə gedib gələndə, 10 reis gedib gələndə yükü tam daşımaq mümkündür. Bu formada təyin edirik. Keçirəm ardına. Verdi bizə. Deyir ki, B variantı neçə tonluq maşın bu yükü 6 reisə daşıyar? Deyirəm ki, eyni sual. 7,5 tonluq 12 reisi daşıdırsa 6 reisi daşımaq üçün mənə neçə tonluq maşın lazımdır? Yenə tərs mütənasibdir onsuz da. Bu vur, bu bərabərdir, bu vur buna. X vurulsun 6 bərabərdir 7,5 vurulsun 12'yə. X bərabərdir 7,5 vurulsun 12 bölünsün 6. Sürətlə məxrəcdə 6'ya bölünə bilir. 6'ya böləndə 2, 6'ya böləndə 1. X bərabərdir 2 vurulsun 7,5. Elədi 15. Deməli 15 tonluq maşın lazımdır ki 6 dəfəyə bunu tam daşısın. Aydındır uşaqlar bu. Diqqətlə qulaq asın ki tam aydın olsun. Bu formada təyin edirik. Keçirik ardına. 14. Uşaqlar 14'ü özünüz. Qrafikə aid bir dənəsini işləmişəm onsuz da. 15'ə baxıram mən. 15'te bizə nə deyir? On beşinci sualda. Verilib. Boş hovuzu 6 eni nasos 15 dəqiqəyə doldurur. 6 nasos 15 dəqiqə. 15 dəqiqəyə doldurur. Bu hovuzu 10 dəqiqəyə doldurmaq üçün neçə belə nasos lazımdır? 10 dəqiqəyə doldurmaq üçün neçə nasos lazımdır? X nasos. İndi tənasibi qurduz. Qurandan sonra baxın. Düz mütənasibdir, tərs mütənasib. Fikirləşin özünüz. Tərs uşaqlar. Ümumiyyətlə nasosdur. İnsan əməyinə görə, məsələn, traktor nə isə daşır. Bu formada suallarda çox vaxt tərs mütənasib olur. Niyə tərs? Çünki uşaqlar, deyirəm ki 15 dəqiqəyə edirsiniz bu işi. 6 nəfər 15 dəqiqəyə edirsiniz. 10 dəqiqəyə, yəni daha tez qurtarmaq üçün, zaman az olsun deyə. Deyirəm, yox, 6 nəfər eləməyin. Bir 10 nəfər, 5, biraz da artırın özünüzü. Daha çox adamla işləyəndə daha tez qurtarır, düzdürmü? Yəni mən burada nasosun sayını artırmalıyam ki, daha tez qurtarsın. Deməli, zaman azalması üçün nasosun sayı artmalıdır. Tərs. Bu vur, bu bərabərdir, bu vur buna. X bərabərdir. X vur 10 bərabərdir 6 vurulsun 15'ə. X bərabərdir 6 vur 15 ilə 90 bölünsün 10. 10'dan sıfırlar getdi. Bu da elədir. 9 nasos. Deməli 9 nasos. Nasos olsa bu ödəyəcək bizdə. Keçirəm B variantına. B variantı özünüz işləyin. Keçirəm 16-cı suala. 16-cı sualda bizə nə deyir? 16. 16'da deyir ki, geyim mağazasında endirimlə təklif edilən gödəkçənin yeni qiyməti ilə əvvəlki qiyməti 3 bölünsün 4 nisbətindədir. Yeni qiymət, yeni bölünsün əvvəlki. Yeni, əvvəl.
3 bölünsün 4 nisbətindədir. Deyir ki, gödəkçənin qiyməti neçə faiz endirilib? Aha. Əvvəl nə idi? 4x. İndi nədir? 3x. Uşaqlar, neçə faiz endirildi? Endirilmə nədir? Ucuzlaşma, düzdürmü? Dedik ki, ucuzlaşmanı hesablayanda, ucuzlaşmanı, bahalaşmanı, kəmiyyət dəyişməsini, keçən səfər keçmişdik, kəmiyyət dəyişməsinin faizə ifadəsi hesablayanda bunların fərqini tapırdıq. Yadınızdadır bu. Bölürdük əvvəlki qiymətə, vururduk 100'ə. Bu yadımızdadır. Bu da bərabərdir. 4x çıxılsın 3x elədi x, bölünsün 4x. Vurulsun 100, x'lər bir-birindən getdi, 100 bölünsün 4 elədi 25 deməli. Faiz ucuzlaşıb. Və yaxud da bu tipli sualda dedik tənasübdən işləyin. Əvvəllər 4x idi, əvvəlki qiymət 100% idi. Derdim, indi nə oldu 3x? Yeni qiymət x faiz. 3x, y faiz yazım. Əvvəllər 4 idi, indi oldu 3. Aha, x-dən yazım elə. Aha, bu vur bu bərabərdir. Bu vur buna x bərabərdir 75% alırsınız. Əvvəllər 100% idi, oldu 75%. Nə qədər dəyişdi? 100-dən çıxıram 75, 25% ucuzlaşdı. Aydın uşaqlar, bu formada təyin edin. B variantını özünüz. Keçirəm 17-ci suala da baxıram. Uşaqlar, yekunlaşdırırıq 17-ci sualdan sonra. Qalan sualları özünüz işləyin. Səhv 69-da işlədim, 70-i işləmədim. Səhv 68, 69. Hansı sualı dedim baxıram? 17. 17-də bizə nə deyir? Deyir ki, mağazada 400 manata satılan paltonun qiyməti əvvəlcə 15% artırıldı. Bir müddət sonra isə həmin palto 20% azaldıldı. Nə qədər satılırdı? 400. 15% artırıldı. 15%-ni tapıram görüm nə qədər artırıldı. 60 manat artırıldı. 60 manat üzərinə gələndə oldu 460 manat. Və deyir ki, bir müddət sonra isə həmin qiymət bu 20% azaldıldı. 20%-ni tapıram görüm. 20% nə edir? 46 vurulsun 2. Elədi neçə uşaqlar? 92 manat. 92 manat ucuzlaşdırıldı. 460-dan çıxıram 92. Bu da bərabərdir. Elədi bizdə 8, 6, 368. İndi mənə deyir, paltonun son qiyməti neçə manat oldu? 368 manat. B variantı. Son qiymət ilkin qiymətə nisbətən neçə faiz dəyişdi? Şola əvvəl 400 idi. Son oldu bu. Deyirəm neçə faiz dəyişdi? Dedik kəmiyyət dəyişməsini hesablananda fərqini hesablayırıq. Bölürük ilkin qiymətə. Vururuq 100-ə. Bu da bərabərdir. Fərqi neçə elədi? Elədi 32 manat. Bölünsün 400, vurulsun 100. Sıfırlar getdi, 32 bölünsün 4, 8% ucuzlaşdı. Şu, qurtardı uşaqlar. Aydındır uşaqlar. Bu formada hesablayıb tapırsınız. Aydındır, sağ olun uşaqlar. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.